olsun. Allah Teala'ya hamılıqla dua edək ki, Uca Rəbbimiz bu müqəddəs məscid-i şərifdə toplanmağı nəsib elədiyi kimi, ahirətdə cənnət bağçalarında da bir araya gəlməyi hər birimizə nəsib-i müyəssir eləsin inşallah. Böyle əziz qardaşlar, bir rəvayətdə nəql olunur ki, bir zamanlar bir mömin bəndə işləmədiyi bir günah səbəbilə məhkəməyə düşmüş olur. Yəni indi olur da hadisə yaşanır. Sənin günahın olmasa belə səndən bir sorğu-sual götürülür. Bu məsələ necə baş verib, sən orada nə vəzifəsində idin, nə edirdin şəklində onu məhkəməyə dəvət edirlər və burada ondan sorğu-sual edirlər. Adam da təşvişə düşür, fikirləşir ki, mən nə edeyim, necə edeyim? Birdən mən də o məhkəmədə həbsə atarlar falan. Bu şəkildə düşündüyü vəziyyətdə birdən aklına dostları düşür. Bu zamanda deyir, həmin adamın 3 dənə dostu olurmuş. Və 3 dostdan ilk öncə təbii ki, insanın aklına ən yaxın dostu gələr ki, bəs bu mənim çox yaxın dostumdur, bununla davamlı vaxt keçirdirəm, mənə kömək eləsə, həmin bu yaxın dost kömək edə deyə düşünür. Sonrasında əziz qardaşlar gedir həmin dostunun yanına, deyir ki, bəs qardaş, başıma belə-belə bir hadisə gəlib, işləmədiyim günaha görə məni məhkəməyə salıbdılar və sabah mənim məhkəməmdir, səndən də xahiş edirəm, gəl orada mənə dəstək ver, mənə şahidlik et ki, bu adam günahsızdır. Və həmin yaxın dostu qayıdır, deyir ki, qardaş, vallahi deyir, mən oralardan çox qorxuram, deyir, mən ora qətiyyən gedə bilmərəm. Sən nə qədər yaxın dostum olsan da, mən orada səni müdafiə etmək gücünə sahib deyiləm deyə həmin yaxın dostunu tərk etmiş olur orada. Adam da çox pərişan olur, fikirləşir ki, mən buna bu qədər dəyər verirdim, amma gör bunu məni saldığı vəziyyətə baxsan deyə düşünür. Birdən aklına digər bir dostu gəlir. O dostu ilə də o qədər də digərlə münasibətdə yaxın əlaqəsi olmasa da gedir ona müraciət edir. Deyir, əziz dost, bəs mənim belə bir məhkəməm var, gəl mənə dəstək ol, mənə kömək elə, məni bu düşdüyüm vəziyyətdən çıxmağım üçün şahidlik elə deyə ona müraciət edir. O da qayıdır ki, deyir, vallah qardaş, mən gələrəm səninlə, məhkəmənin qapısına kimi gələcəm deyir, amma ora girə bilmərəm deyir, çox qorxuram mən, hakimlərdən qorxuram, polislərdən qorxuram deyir, bir də məni də tutub türməyə salarlar deyə o da qorxur. Düz məhkəmənin qapısının ağzına qədər gəlir, son anda orada şahidlik etməkdən vaz keçir, imtina edir əziz qardaşlar. Bu zaman adam fikirləşir, baxır, artıq məhkəmə zalına yaxınlaşıb, deyir, mən kimi çağırım, kimi deyim ki, gəlib mənə burada şahidlik eləsin. Birdən yadına çox az münasibətdə olduğu bir dostu düşür, son çarə olaraq ona zəng edir, deyir ki, bəs bir müddətdən sonra mənim məhkəməm başlayır, gəl mənə köməklik elə, o məhkəmədə mən üzaq çıxmağı bacarım deyə ondan kömək istəyir və heç gözləmədiyi halda əziz qardaşlar, o az münasibətdə olduğu dostu gəlir ona kömək edir və Allahın izni ilə o məhkəmədən üzaq çıxaraq bəraət qazanmış olur. Əziz qardaşlar, əslində bizim bu qeyd eləmiş olduğumuz bu rəvayət bir təmsil mahiyyətində idi və burada bizə işarə olunan 3 dənə dost məsələsi var idi. Bəli, əziz qardaşlar, biz də dünyamızı dəyişdiyimiz zaman, qəbirdə o məhkəməyə gedəcəyimiz zaman bizim də 3 dostumuz vardı ki, biz də onlardan kömək istəyəcəyik. Birinci dostumuz nədir? Ən yaxın ünsiyyətdə olduğumuz, ən çox vaxt keçirdiyimiz dünya həyatıdır. Bəli, əziz qardaşlar, dünya həyatı bizim ən yaxın dostumuzdur. Onun uğruna bəzən hətta günah işləməyi belə gözə alırıq, amma o ki, qəbrə girdiyimiz vaxt, o məhkəməyə kübrada sorğu-sual olunanda ilk yadımıza düşən dünya olacaqdır. Qur'an-ı Kərimdə də qeyd olunur. Deyir, onlar Allaha deyəcəklər ki, ya Rəbbi, mənim dünyada nə qədər var dövlətim varsa, hamısını fəda etməyə hazıram. Yetər ki, mənim günahlarımı bağışla, amma o yaxın dost olan dünya həyatı onlara heç bir fayda verməyəcəkdir. Bəli, əziz qardaşlar, ikinci qrup dost vardır ki, onlar da insanın ailəsidir, insanın yaxınlarıdır, qohum-əqrabasıdır, dost tanışlarıdır. Bu zaman baxdığımızda da həmin yaxın bildiyimiz qohum-əqrabamız da bizimlə sadəcə məhkəmə zalının qapısına qədər gələ biləcəklər. Yəni, qəbirin qapısına qədər gələcəklər, amma bizi oraya tərk edib, onlar da geri qayıdacaqlar, əziz qardaşlar. Ona görə də o anda bizim yadımıza kim düşəcək? Ən az dostluq elədiyimiz din düşəcəkdir. Yəni, həqiqətən dünya həyatı ilə müqayisədə baxırıq ki, dünya işlərinə ayırdığımız bir vaxt var, bir də din işlərinə ayırdığımız vaxt vardır ki, təbii ki, din işlərinə ayırdığımız vaxt çox azdır. Biz dinlə çox az ünsiyyətdə oluruq, amma onu unutmayaq ki, qəbrin o məhkəməsində bizi o hakimin sorğularından qurtaracaq olan
dindir əziz qardaşlar. Bizi o məhkəməyə kübrada sorğu-suala rahat cavab verməyimizə yardımcı olacaq bizim namazlarımızdır. Ona görə biz hər nə qədər namazlarımızı geri plana atsaq da, bəzən qəzalar edərək səhlənkar yanaşsaq da, unutmamamız lazımdır ki, bir nömrəli yanaşmamız mövzu namazlarımız olmalıdır. Çünki o məhkəmənin də biraz quruluşu da fərqli olur. Oranın qorxusu, oranın vahiməsi, oranın heybətini nəzərə alacaq olarsaq, düşünməliyik ki, o məhkəmədə əgər tək qalmaq istəmiriksə, bir nömrəli olaraq bəzən uzaq gördüyümüz o dostumuz olan namazdan bərk yapışmamız lazımdır. Çünki Allah Rəsulü buyurur ki, 3 şey deyir, müminin ardınca, cənazəsinin ardınca gedər, onlardan ikisi onu qəbrə qoyub geri qaydar, biri isə onunla bərabər qəbrə daxil olar. Və deyir, mal dövləti, ailəsi, dost tanışı qəbrə qoyub dönər, amma deyir, namazları, ibadətləri və salih əməlləri onunla bərabər qəbrə qədər girəcəkdir. Ona görə də bir nömrəli məsələmiz bu ibadətlər olmalıdır, əziz qardaşlar. Və həqiqətən Peyğəmbər sallallahu aleyhi ve sellemin bir digər hədis şərifi vardır ki, bu da çox əhəmiyyətlidir, çox önəmli bir hədisdir. Dünya həyatının nə qədər fani olduğunu bizə göstərən bir hədis şərifdir. Deyir ki, qiyamət qopduqdan sonra İnsanlar məhşər meydanına toplandıqları zaman dünya həyatı saçları bir-birinə keçmiş, kirin pasın içərisində, dişləri qırıq vəziyyətdə bir qoca qadın simasında insanların gözünə görsənəcəkdir. Və insanlar çox böyük heyrət içərisində ona baxıb iyrənəcəklər və Allahdan soruşacaqlar ki, ya Rabbi, bu nədir belə bu qadın bizim qarşımıza çıxıbdır, onu bizdən uzaqlaşdır, biz onu heç sevmədik deyə Allaha müraciət edəcəklər. Və Allah Teala da qayıdacaq, deyəcək ki, və həmin o qoca qadın, dişləri çürük qadın, saçı kirdən, pasdan bir-birinə qarışmış olan qozbel o qadın deyir, sizin dünyada arxasıca qaçdığınız mal dövlətdir, dünya həyatıdır deyir. Baxın, görün, dünya həyatı ahirətdə nə qədər belə bir fani bir simaya bürünmüş vəziyyətdə olacaq əziz qardaşlar. Ona görə də baxdığımız zaman Quran-ı Kərimdə bir ayət kəlmə vardır. Deyir, dünya həyatı bir suya bənzədir. Yəni, göydən yağan bir suya bənzədir Quran-ı Kərim. Deyir ki, o bir suya bənzəyir ki, həmin su vasitəsilə yerdə ağaçlar bitər, otlar bitər, yaşıllıqlar meydana gələr. Amma bir müddətdən sonra sən onların sovrulub getdiyini görərsən, deyir Allah Teala bizlərə. Yəni, bu nə mənaya gəlir? Bu insanın həyatına bir belə deyək ki, işarə olunur ki, yəni insanın həyatı da bir yağışa suya bənzəyir. Yəni, təbii ki, bu dövrdə yaşıllaşdığı, coşub daşdığı dövr təbii ki, cavanlıq dövrünü işarə edir. Yəni, biz cavan olduğumuz vaxtı çox qəflət içərisində oluruq. Nə qədər ki, bədənimizdə güc var, taqət var, o vaxtı nə eləmiş oluruq? Dünyəvi günahlara meyl eləyirik. Deyirik, əşi, həyatdır da yaşayırıq, bir dəfə gəlirik, o yaxşı yaşayaq, ürəyimizin istədiyini edək deyirik. Amma o ki, qocalıq çağı gəldi, artıq yavaş-yavaş nə eləməyə başlayırıq? Günahlarımızın çoxluğu səbəbilə narahat olmağa başlayırıq. Və bu nəyə bənzəyir? Bu artıq məhsulun qurumasına bənzəyir, məhsulun sovrulmasına bənzəyir. Və biz insanlar da həmin bitdikdən sonra tükənən, sovrulub dağılan məhsul kimi, hətta bizim də sümüklərimiz belə əziz qardaşlar, sovrulub qəbrin içərisində yox olduğunu bu şəkildə görmüş oluruq bizlər. Bəli, bu mənada Peyğəmbər sallallahu aleyhi ve sellem bizlərə xəbərdarlıq mahiyyətində qeyd edir ki, deyir, qiyamət qopduqdan sonra insanlar məhşər meydanına yığıldıqları vaxtı cəhənnəm deyir, mələklər tərəfindən onların qarşısına gətiriləcəkdir. Və deyir, cəhənnəm o qədər şiddətli olacaq ki, bütün ümmətlər, bütün peyğəmbərlərin yolçuları belə, hətta müsəlmanlar belə, onlar da deyir, diz üstü çökmüş vəziyyəti alacaqlar, qorxularından, orada vahiməyə bürünmələri səbəbilə deyir. Və bir müddət sonra cəhənnəmin içərisindən bir atəş çıxacaqdır və həmin atəş də insanlara tərəf gəlməyə başlayacaqdır. Bu əsnada, əziz qardaşlar, insanlar nə edəcəklər? İnsanlar qorxacaqlar. Deyəcək, bax, cəhənnəm bizə yaxınlaşır. Biz cəhənnəmin oduna düçar olaraq birdən bu şəkildə Allah'a dua etməyə başlayacaqlar. Deyəcəklər ki, ya Rəbbi, sən namaz qılanların hörmətinə, oruç tutanların hörmətinə, sədəqə verənlərin hörmətinə, nə bilim, salih əməl işləyənlərin hörmətinə bu atəşi bizdən uzaqlaşdırır deyə Allah Teala'ya dua edəcəklər, amma baxacaqlar ki, duaları qəbul olunmur. Hətta müsəlmanların belə orada duaları qəbul olunmur və cəhənnəm atəşi onlara tərəf gəlməyə davam edir. Və bu əsnada deyir, Cəbrail aleyhissalam gələcəkdir və Cəbrail aleyhissalam müsəlmanlara deyəcək ki, bax, sizə bir qabda su gətirmişəm. Siz bu suyu cəhənnəm atəşinin üzərinə töksəniz, həmin su cəhənnəm atəşini söndürəcək.
Əks halda nə eləsəz də, etsəz də siz bu ateşi söndürə bilməyəcəksiniz, deyir Cəbrail əleyhissalam. Bu zaman müsəlmanlar soruşurlar ki, ey Cəbrail, bəs yaxşı, sən bizə bu suyu gətirdin. Bu suyun mahiyyəti nədir? Bu suyun içərisində nə var ki, belə hətta o boyda cəhənnəm ateşini belə söndürməyə kifayət edər də, deyir. Bu zaman Cəbrail əleyhissalam qayıdır, deyir ki, o su, deyir, möminlərin günahları səbəbilə tökdükləri göz yaşlarıdır, deyir əziz qardaşlar. Yəni görün, möminin göz yaşı o qədər dəyərlidir ki, hətta namazdan belə, oruçdan belə bəzən üstünə keçə bilib, cəhənnəm ateşini söndürə biləcək qədər orada nə etmiş olur əziz qardaşlar? Orada bir qabağa keçmiş olur. Ona görə də Allah Rəsulü sallallahu əleyhi və səlləm bir hədis şərifində buyurur ki, deyir, Allah üçün göz yaşı tökən bir kimsəyə Allah təala cəhənnəm ateşini haram edər, deyir. Yəni görün əziz qardaşlar, Allah təala bizə fürsət verir. Yəni günahlarımız çoxluğu səbəbilə bizi cəhənnəmə atmaq istəmir. Ona görə deyir ki, bəzən ağlayın, bəzən üzülün, bəzən kədərlənin ki, mən də bu vəsilələrlə sizin günahlarınızı orada bağışlamış olum, deyir. Yəni həqiqətən də cəhənnəm ateşi haqqında hamımızın məlumatımız var aşağı-yuxarı. Yəni Peyğəmbər sallallahu əleyhi və səlləm bir hədis şərifində qeyd edir ki, deyir, cəhənnəm ateşi o qədər şiddətlidir ki, deyir, hətta 500 illik məsafə qədər uzaqlıqdan hiss olunacaq qədər o şiddətli bir ateş. Yəni 500 illik məsafə, yəni baxdığımız zaman çox böyük bir məsafədir. Ona görə Allah təalaya dua edək ki, bu vəsilə ilə cümləmizi cəhənnəm ateşindən mühafizə eləsin özü Rəbbimiz. Belə əziz qardaşlar, həqiqətən də bu vəsilə ilə bəzi misallarla biz aqibətimizin necə olacağını müəyyənləşdirə bilərik. Məsələn, burada baxdığımız zaman əziz qardaşlar, bir maşın düşünək. Tutaq ki, həmin maşınla biz Moskva şəhərinə səyahətə getməyə hazırlaşırıq. O zaman nə edirik? O zaman birinci maşının motoruna baxırıq. Baxaq görək bu motor bizi o şəhərə apara biləcəkmi? Minlərlə kilometr məsafədir. Görək biz o yolu getmək üçün bu maşın bizə kifayət edəcəkmi? Daha sonra maşının motoruna baxırıq, yağına baxırıq, təkərinə baxırıq. Yəni maşını başdan ayağa bütöv bir şəkildə gözdən keçirdirik, sonra yola çıxırıq əziz qardaşlar. Bu zamanda yolçuluq əsnasında maşının motorunda kiçik bir problem olan kimi biz qaçırıq ustanın yanına ki, bax bu problemi aradan qaldır. Çünki bu problemlər çoxalarsa əgər, o zaman maşının motoru dağılar, biz yolda qalarıq deyə düşünürük. Bəli əziz qardaşlar, əslində biz baxdığımız zaman bizim imanımız da belədir. Bax, bizim cənnətə getməyimiz üçün, cənnəti qazanmağımız üçün necə ki o maşını gözdən keçirdirik ki, səyahətə çıxacağıq, eləcə də biz imanımızı da bir gözdən keçirməyimiz lazımdır. Çünki bizi bu iman bax qəbirdən qaldırmalıdır, məhşər meydanından üzüaq çıxartmalıdır, Sırat körpüsündən keçirməlidir. Yəni görün bizim o imanla nə qədər yol getməliyik ki, cənnətə gedib çataq. Yəni qəbirdən dirilən kimi biz cənnətin qapısının ağzında olmuruq ki. Yəni bəlkə buradan Moskvaya minlərlə kilometrdirsə, bəlkə də qəbirdən cənnətə qədər neçə minlərlə kilometr vardı orada. Və necə ki biz maşının motoruna baxırıqsa, imanımızın da tərkibinə baxmağımız lazımdır. O məsələn maşınla yol gedirsən, maşında baxırsan ki, motorda problemlər yarana gedir və sonuncu bir problem o motorun dağılmasına səbəb olur. Bəli əziz qardaşlar, iman da bu şəkildədir. İmanımızda da bəzən kiçik qüsurlar yaranır. Biz bu qüsurları hafifə alırıq, yəni kiçik görürük. Deyirik ki, bir qüsur və bir günah da işlədim, nə olacaq ki bunda deyərək fikirləşirik. Amma o kiçik qüsurlar çoxalır. Necə ki maşının motoru dağıldığı kimi bizim imanımız da dağılır və nəticədə nə olmuş oluruq? Allah yolundan uzaqlaşmış oluruq. Bəli, ona görə də Peyğəmbər sallallahu əleyhi və səlləm gözəl bir hədisi var. Deyir ki, deyir, mömin bəndə cənnətə tərəf üz tutmağa çalışar, yəni salih əməllər işləyər, ta ki ömrünün axırlarına qədər salih əməl işləyə gedir, amma sonda deyir, elə bir əməl işləyər ki, cənnətə çatmağına bir qarış müddət qalmış deyir, o cəhənnəmə yuvarlanmış olar. Yəni görün, bu nə böyük hədisdir. Necə ki, motorda problemlər yaranır, sən gedəcəyin mənzilə çata-çatda baxırsan ki, motor dağıldı. Neyəsən, yolda qalmış olursan təbii ki. Bu iman da belədir əziz qardaşlar. İmanda da qüsurların yaranmaması üçün davamlı onu da ustaya göstərməyimiz lazımdır. Təbii ki, bizim ustamız nədir? Bizim ustamız zikirdir əziz qardaşlar. Yəni Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, dəmirin paslandığı kimi insanın qəlbi də paslaya bilər. Qəlbin cilası nədir? Zikr eləmək. Yəni biz davamlı zikr eləməliyik ki, bizim qəlbimiz paslanmasın və bu vəsilə ilə biz imanımızın təməl hissəsini qoruya bilərik. Eyni zamanda təbii ki, tövbə də ən başda dayanan məsələdir. Davamlı tövbə etməyimiz lazımdır ki, bu tövbələr də bizi
gücləndirsin, imanımızı kamilliyə çatma yolunda bir addım atmış olaq əziz qardaşlar. Yəni ona görə də bəzən bu dünyada başımıza baxırıq ki, hadisələr gəlir. Abi saat 1 olanda mənə deyərsən, saat yoxdur deyənə, 1 olanda deyərsən inşallah. Hə, 4 dəqiqə. Hə, əziz qardaşlar, bəli, orada bizim baxdığımız zaman əslində imanımız da bəzən bəzi hadisələrə görə azalmış olur. Bunu unutmamalıyıq ki, bu dünyada başımıza gələn nə vardısa, hamısında bir xeyir vardır. Və məsələn, bir baş vermiş hadisəni sizə danışım sonunda. Bir qardaşın dostu olub, söhbət edirdi mənə. Deyir ki, dostumun bir dəfəsində uşağı dünyaya gələn ərəfədə idi. Həmin dostum özü evdə olmadığı vaxtı yoldaşını həkimə aparmalı oldular, məcbur çatdırdılar həkimə. Və uşağı dünyaya gələndə ona zəng edib deyiblər ki, bəs sənin övladın ölü olaraq, yəni ölü olaraq dünyaya gəldi, ölü olaraq dünyaya gəlmiş deyə məlumat çatır oğlana və həmin oğlan da bir anda fikirləşir ki, ayda mənim başıma nə böyük bəla gəldi, nə böyük müsibət gəldi, başlayır Allaha üsyan eləməyə, deyir, ya Rəbbi, sən niyə məni belə cəzalandırdın, mən nə günah işləmişəm, sən mənə belə etdin deyə Allah Taalaya üsyan eləməyə başlayır. Amma bir müddət keçdikdən sonra deyir, ona zəng gəldi ki, həmin zəngdə deyildi ki, bəs sənin uşağın dirildi, yəni ölü doğulan uşaq Allahın inayəti ilə dirilmiş oldu, deyir orada. Oğlan deyir, özü də təəccüblənir, deyir ki, şükür sənə ya Rəbbi, sən mənim duamı qəbul elədin, belə elə. Amma deyir, əziz qardaşlar, o uşaq şikəst dünyaya gəlir, əziz qardaşlar. Və deyir, indi bu dəqiqədə deyir, onun valideynləri o uşağa baxmaq üçün deyir, nə qədər əziyyət çəkirlər, min bir iynə dərman, xərc, borc. Yəni, baxırsan ki, Allah Taala'nın hər işində bir xeyir vardır. Bəlkə də o orada Allah Taala'ya üsyan eləməsəydi, Allah Taala ona belə deyək, sıxıntı verməyəcəkdi. Yəni, əziz qardaşlar, bizim şər gördüklərimizin arxasında bəzən Quran-ı Kərimdə də qeyd olunur ki, xeyirlər ola bilir. Ona görə biz hər vəziyyətimizdə Allah Taala'ya şükür eləməyi bacarmağımız lazım. Məsələn, qocalıq dövründən deyək sonda, qocalıq dövrünə baxdığımız zaman bir insan yaşlanır, düşünürsən ki, Allah Taala bizi həmişə cavan da saxlaya bilərdi də. Bizi niyə qocalıq dövrünə salır? Niyə bizi əziyyətə salır? Niyə bizi sıxıntıya salır deyə bəzən insan düşünür. Amma görürsən ki, bunun özündə də bir hikmət vardır. Məsələn, qoca insanların gözü uzağı görmür, uzağı görə bilmir. Əslində bunun da Allah Taala bir işarəsidir ki, ey bəndə, bax sən həmişə uzağa baxırsan, onda bunda qüsur axtarırsan, sən biraz da özünə bax. Yəni uzağı görmə, biraz başını özünə tərəf çevir gözlərini, öz qüsurlarını axtarmağa çalış deyə. Əslində o da Allahın bir mesajıdır. Və məsələn baxırsan ki, bəzən yaşlı insanlarda eşitmə problemi olur. Bəzən yaşlı insanlarda yaddaş problemi olur. Hər eşitdiyini hər yerdə danışa bilmir, unudur. Əslində bu da Allahın bir mesajıdır ki, hər şeyi eşitmə. Yəni hər şeyi eşitməyə sənin ehtiyacın yoxdur. Bunun qüsurlarını araşdırıb ortaya çıxarmağa çalışma. Ona görə Allah Taala onu unutdurur və bu şəkildə nə etmiş olur həmin adam? O günahdan da qurtulmuş olur. Və məsələn bəzi adamlar var, yaşlı adamlar, baxırsan ki, beli aşağı əyilib, indi biz qozbeylik deyirik, o şəkildə ifadə edirik. Yəni onun özündə də bir hikmət vardır əziz qardaşlar. Yəni onunla Allah Taala demək istəyir ki, çox qabağa baxma, sən bugününə bax. Məsələn biz insanlar həmişə gələcəyin planlarını qururuq, gələcəyə odaqlanırıq, ora konsentrasiya oluruq. Amma bu günümüzü unuduruq deyir. Amma Allah Taala o yaşlı insanı o şəkildə belinə əyərək deyir ki, bu gününə bax. Bəlkə sən bu gündən sabah sağ çıxmayacaqsan. Bəlkə bu gün sənin son günündür. Və yaxud da bəzi baxırsan ki, yaşlı adamlarda hərəkət problemi də olur. Çox uzağa gedə bilmirlər. Çox vaxtı evdə otururlar, evdə olurlar. Bu da Allahın bir mesajıdır. Allah Taala deyir ki, yəni sən o tərəfə çox vaxt sərf eləmə. Biraz evində otur, ibadətlərini çoxalt. Yəni çünki sən artıq bir müddətdən sonra axirət dünyasına güc verəcəksən. Ona görə ibadətləri çoxaltmaq lazım deyə bunda da bir hikmət vardır əziz qardaşlar. Ona görə sonda Allah Taala'ya dua edək ki, uca Rəbbimiz bu dünyada başımıza nə gəlirsə gəlsin, hər zaman şükr edə biləcək bir iman hər birimizə nəsib eləsin inşallah. Allah Taala'ya dua edək ki, dünyada bizim üzləşdiyimiz, qarşılaşdığımız hadisələrə ibrət gözü ilə baxmağı bizə nəsib eləsin. Allah Taala'ya dua edək ki, uca Rəbbimiz bu dünyada hər qarşımıza çıxan əməldən ibadət savabını, o mükafatı